Salam. Bugün birbaşa Azərbaycanın şəhərlərinin, kəndlərinin necə qurulduğunu müəyyən edən əsas sənədə baxırıq. Yəni, Şəhərsalma və Tikinti məcəlləsinə. Bu, əslində gündəlik həyatımıza, yaşadığımız mühitə çox təsir edir. Bəli, salam. Bu məcəllə əslində yaşadığımız məkanın, belə deyək, qaydalarını müəyyən edir. Küçənin enindən tutmuş, binanın hündürlüyünə, parkın yerinə qədər demək olar hər şey bu sənədlə tənzimlənir. Bizim də məqsədimiz bu kifayət qədər mürəkkəb məcəllədən sizin üçün ən vacib məqamları çıxarmaqdır. Elə isə başlayaq, görək bu qaydalar toplusunda konkret nələr var. Yəqin ki, əvvəlcə bəzi əsas anlayışları aydınlaşdırmalıyıq. Məsələn, tez-tez eşidirik, şəhərsalma fəaliyyəti. Bu nədir? Düzdür, bu vacibdir. Şəhərsalma fəaliyyəti məcəllədə çox geniş təsvir olunub. Yəni, bu təkcə bina tikmək deyil, bura həm ərazilərin planlaşdırılması, abadlaşdırılması, həm də, məsələn, ətraf mühitin qorunması, tarixi abidələrin mühafizəsi də daxildir. Yəni, sabah məhəllənizdə bir park salınırsa, bu da şəhərsalmadır. Bəli, tam olaraq. Və ya köhnə bir bina qorunursa, tikinti fəaliyyəti isə daha, necə deyim, konkret bir işdir. Bir binanın tikilməsi, təmiri ya da sökülməsi. Başa düşdüm. Bəs zonalaşdırma bu sözdə çox işlənir. Məncə bu biraz texniki səslənir, amma yəqin vacibdir. Çox vacibdir, hə. Texniki olsa da, əslində sizin yaşadığınız yerin xarakterini müəyyən edir. Yəni, məcəllə deyir ki, əraziləri funksiyasına görə bölmək lazımdır. Məsələn, harası yaşayış üçün, harası sənaye, harası istirahət, park üçün. Ayrı-ayrı zonalar. Niyə belə edirlər ki? Məqsəd odur ki, məsələn, yaşayış evlərinin düz yanında səsküylü bir zavod tikilməsin və ya park olmalı yerdə birdən hündür mərtəbəli bina ucalmasın. Hə, məntiqlidir. Həmçinin qırmızı xətlər var. Bu da, belə deyək, məhəllələri küçələrdən, meydanlardan ayıran sərhədlərdir. Şəhərin strukturunu, nizamını qoruyur. Aydındır. Deməli, qaydalar təkcə nəyin harada olacağını deyil, həm də ümumi prinsipləri müəyyən edir, eləmi? Bunlar hansı prinsiplərdir? Əlbəttə, məcəllənin, necə deyim, özəyi bu prinsiplərdir. Bir növ şəhərsalmanın konstitusiyası, ən əsasları. İnsanların sağlam və təhlükəsiz yaşaması üçün şərait yaratmaq. Bura nə daxildir? Binaların möhkəmliyi, yanğından qorunma, təbii fəlakətlərdən qorunma. Sonra, əlbəttə, ekoloji təhlükəsizlik. Yəni, ətraf mühitin, yaşıllıqların qorunması. Tarixi binalar necə? O da var. Tarixi mədəni irsin, köhnə binaların, tarixi landşaftın mühafizəsi də bir prinsipdir. Və çox önəmli bir məqam da planlaşdırma haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Şəffaflıq. Planlaşdırmadan danışmışkən, bu proses özü necə qurulub? Sanki müxtəlif səviyyəli planlar var, elə deyilmi? Biraz qarışıq görünə bilər ilk baxışda. Hə, elədir. Amma məntiqlidir. Təsəvvür edin, bir xəritəyə müxtəlif miqyaslarda baxırsınız. Məcəllədə 3 əsas planlaşdırma səviyyəsi var. Ən yuxarıda, belə deyək, ümumi planlar. Bunlar bütün ölkə və ya böyük regionlar üçün hazırlanır. Çox ümumi, strateji istiqamətləri göstərir. Harada böyük şəhərlər inkişaf etsin, əsas yollar hardan keçsin, böyük mənzərədir. Yəni daha çox uzun müddətli baxışdır. Bəli. Sonra bir pillə aşağı enirik baş planlar. Bunlar artıq konkret şəhərlər, qəsəbələr üçündür. Daha detallıdır. Harada yaşayış, harada sənaye, harada parklar olacaq, əsas küçələr necə yerləşəcək? Baş planlar adətən 20 il üçün nəzərdə tutulur. 20 il uzun müddətdir. Hə. Və vacibdir ki, həm baş plan, həm də növbəti səviyyə olan müfəssəl plan üçün ətraf mühitə təsirin qiymətləndirilməsi də tələb oluna bilər. Yəni, ekoloji aspektlər nəzərə alınır. Bəs ən detallı səviyyə, küçə səviyyəsi, məhəllə səviyyəsi? O da müfəssəl planlardır. Bunlar artıq şəhərin konkret bir hissəsi, məsələn, bir neçə məhəllə üçün hazırlanır və çox dəqiq qaydalar qoyur. Məsələn, konkret bu sahədə neçə mərtəbəli bina tikmək olar, sıxlıq nə qədər olmalıdır, yaşıllıq zolağı haradan keçməlidir, piyada yolu necə olmalıdır. Artıq birbaşa tikintiyə icazə üçün əsas olan sənəd budur. Aha, maraqlıdır. Deməli, bu planların hazırlanmasında bayaq dediyiniz kimi ictimaiyyətin də rolu var. Yəni bizim, vətəndaşların. Bu necə işləyir? Məcəllə həqiqətən aşkarlığı və ictimai iştirakçılığı təmin etməyi hədəfləyir. Ən azı kağız üzərində. Qaydalara görə planlar hazırlanarkən ictimaiyyətə məlumat verilməlidir. Plan layihələri təqdim olunmalı, insanların təklif və iradlarına baxılmalı, hətta ictimai müzakirələr keçirilməlidir.
Yəni mən yaşadığım yerlə bağlı bir plan müzakirəyə çıxarılsa, gedib fikrimi deyə bilərəm. Nəzəri olaraq bəli. Bu mexanizm sizin yaşadığınız mühitin formalaşmasında iştirakınız üçün bir fürsətdir. Amma təbii ki, praktiki tətbiqi başqa məsələdir. Aydındır. Bəs yaxşı, planlar hazırlandı, təsdiqləndi, iş gəldi konkret tikintiyə. Orada kimlər iştirak edir? Kim nəyə cavabdehdir? Əsasən 3 tərəf var. Birincisi sifarişçi. Bu tikintini istəyən və maliyyələşdirən tərəfdir. Dövlət ola bilər, belediyə, şirkət və ya fərdi şəxs. Yəni pulu verən. Belə demək olar, hə. İkincisi layihəçi. Bunlar memarlar, mühəndislərdir ki, binanın və ya obyektin layihəsini hazırlayırlar. Mütləq lisenziyalar olmalıdır. Üçüncüsü də yəqin ki, tikən. Bəli, padratçı. Tikintini bilavasitə həyata keçirən şirkət. Onun da lisenziyası olmalıdır. Həmçinin məcəllə mühəndis axtarış, layihələndirmə, tikinti quraşdırma kimi sahələrdəki mütəxəssislərdən peşəkarlıq sertifikatı da tələb edir. Yəni, məqsəd odur ki, işi bilən, peşəkar adamlar görsün. Keyfiyyət və təhlükəsizlik üçün. Deməli, gördüyümüz kimi Şəhərsalma və Tikinti Məcəlləsi həqiqətən də çox geniş bir sahəni əhatə edir. Təməl anlayışlardan tutmuş, böyük planlara, ictimai iştiraka, konkret tikinti prosesinə qədər. Ümid edirəm, bu qısa icmal sizə bu qaydaların əsas mahiyyətini necə işlədiyini anlamağa kömək etdi. Bəli, ümid edirik faydalı oldu. Bu məcəllə kağız üzərində şəhərlərimizin daha nizamlı, daha təhlükəsiz, daha davamlı inkişafı üçün bir çərçivədir, bir yol xəritəsidir. Amma əlbəttə, əsl sual başqadır. Bizim bu sürətlə dəyişən, böyüyən şəhərlərimizdə bu qaydalar praktikada nə dərəcədə işləyir? İnkişaf ehtiyacları ilə, məsələn, tarixi irsin qorunması və ya yaşıllıqların saxlanması, insanların rahatlığı arasında o vacib balansı tapmaq həmişə mümkün olurmu? Bu, məncə, hamımızın üzərində düşünməli olduğu bir məsələdir.